Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti məlum olub. Aktyorun bacısı Dilarə Əliyeva Oxazı açıqlamasında bildirib ki, artıq əməliyyatdan sonra kritik 72 saatın 48 saatı tamam olub. Hələlik Vüsal reanimasiya şöbəsindədir. Ümidimiz böyükdür. İnşallah qalan saatları da bugün normal keçirsə, güman edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin anevrizma əməliyyatlarında ən çox ehtiyat etdiyi dövr vazospazm dövrüdür. Bu müddətdə orqanizmin müdaxilələrə reaksiyası önəmli rol oynayır. Dilarə Əliyeva qeyd edib ki, həkimlər zəruri olan bütün tibbi müdaxilələri həyata keçiriblər. Lakin əsas məsələ orqanizmin özünü necə aparacağıdır. Həkimlərin ehtiyat etdiyi də elə bu dövrdür. Dediyim 72 saat ona xidmət edir ki, həmin o təhlükəli dövrü orqanizm keçsin. Hazırda Vüsal əməliyyat qədər önəmli bir dönəmdən keçir. İnşallah ki, hər şey qardaşım üçün yaxşı olacaq. Xatırladaq ki, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyin daxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə Vüsal Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.